Salamlar Osamiyə. Bu günləri iki ən çox büdcə ilə çəkilmiş qorxu film barəsində məlumat verəcəm. Videomuza keçməzdən öncə kanala abunə olub like atmağı unutmayın. İnsə gəlin keçək videomuza. Birinci filmimizin adı World War Z, yəni Dünya Müharibəsi Z. Bu film 2013-cü ildə çəkilmişdi. Büdcəsi təxminən 190 milyon dollardır. Filmin mövzusu zombilər dünyaya yayıldığı apokaliptik vəziyyət və Brad Pitt başroldadır. Qorxulu və thriller elementləri çox gözlənir. Həmçinin böyük aksiyon səhnələri var. İkinci filmimiz I Am Legend'dir. Yəni Mən Əfsanəyim. 2007-ci ildə çəkilmişdi. Büdcəsi təxminən 150 milyon dollar. Filmin mövzusu virus səbəbilə insanların əksəriyyəti dəyişdiyi post-apokaliptik dünya sağ qalmaq çalışan tərk edən adam. Filmdə Will Smith başroldadır. Film qorxu element, fantastika və dram elementlərini birləşdirir. Bu gün sizə ən çox büdcə çəkilmiş 2 qorxu filmi dedim. İndi isə sağ olun, salamat qalın. Videoya abunə və like atmağı unutmayın.